Kannibal sözü hardan gəlir? Kannibal sözü İspanlardan gəlir. İspanlar coğrafi kəşflər dövründə gedib Karib adalarına çıxdılar və Karib adalarına çıxdıqları zaman yerli əhalinin bir-birini yediyini gördülər. Daha doğrusu məğlub edildikləri düşmənləri yeyən və ya da ki, ritualistik məqsədlərlə bir-birini yeyən insanlar var idi. Bunu görən İspanlar bunu şişirdərək kraliçalarına bildirdilər. Əslində məqsəd oradakı insanları tərbiyə eləmək deyildi. Oradakı insanların torpaqlarına əl qoymaq idi ki, buna görə də kraliçadan birbaşa icazə gərəkdi. Və kraliça bu vəhşilərin bu hərəkətlərini görəndən sonra öz vəhşilərinə əmr verdi. Onların kölə edilməsi uyğundur. Bununla da Karib adalarına hücum edən İspanlar yerli əhalini qırıb kölələməyə başladılar. Və beləliklə xəstəlikdən, qırğınlardan və məcburi köçlərdən demək olar ki, Karib əhalisi yox oldu. Beləliklə İspanlar bu sözdən istifadə edərək insan insanı yeyirsə onlara kannibal deməyə davam etdilər. Yəni arada bir millət yox oldu. Bəs qalanlarda nə oldu? Qalanları isə zamanla assimilasiya elədilər. Bu yaxınlarda bir genetik araşdırma nəticəsində ortaya çıxdı ki, hələ də Karib və Hispaniola adalarında yaşayan bir çox insan genetik olaraq gedir o yerlilərə çıxır. Amma buna rəğmən mədəni olaraq çox az detal onlardan geriyə qalıb. Yəni böyük ölçüdə sonradan Afrikadan gətirilən kölələr onların yerini tutdular. Yəni belə, gördüyünüz kimi kannibal sözü gedib Karib adalarına çıxırmış və İspanlar bu addan istifadə eləyərək əslində qırğınları üçün legitimlik qazanmaq istəyibmiş.